Uşağa ki dedin diplom al ki falan yerdə işləyəsən, pulun çox olsun, evin yıxdın. Uşağı diploma təşviq eləyəndə denən Allah səni sevir əgər oxusan, Allah elmliləri sevir. Allah zirvədir, ona tərəf getmək istəyirsənsə elm şərtdir. Gör uşaq onda daha çox motivasiya olunur, yoxsa ki 5-10 manat pula görə diploma təşviq eləsən, oxumasan filan olacaqsan. Nə istəyə bu gecə? İnsan nə istəməlidir? Gəldim ayəyə. Allah mənə əlinin hörmətinə kömək eləsin ki, bu ayəni deyim elə insanlar öz başa düşsün. Ya eyyuhəllədinə amənu. Müraciət möminlərədir. Ya eyyuhəllədinə amənu. Ey iman gətirənlər. İstəcibu lillah. Allahın dəvətinə cavab verin.